Mən Məmmədi İlham Nərimanoğlu, bu kəndin, Əlquşağı kəndinin sakiniyəm. Burada orta məktəbi bitirmişəm, doğulub boya başa çatmışam. Sonra Bakı Dövlət Universiteti Tarix Fakültəsini bitirmişəm. Kəndə müəllim olaraq işləməyə başlamışam və bu düşübdür. Ermənistanla məlum Dağlıq Qarabağ ətrafında münaqişənin başladığı illərə və ilk müdafiə dəstələrində iştirak etmişəm. Sonra isə yaranan milli ordu sıralarına qoşulmuşam. Burada deməli tabur komandiri vəzifəsinə qədər deməli belə deyək də yüksəlmişəm. Əlquşağı kəndi bu ərazinin qədim türk məskənlərindən biridir. Deyərdim ki, özünün mövzusu bütün illər boyu hiss olunur ki, qonşu ermənilərlə burada müharibə şəraitində yaşamışıq. Bizim isə yaşadığımız dövrə daxil olubdur. 1987-ci ildə başlayan növbəti Dağlıq Qarabağ münaqişəsi. Hələ onu da demək istəyirəm ki, 1918-ci ildə də ermənilər bura böyük qüvvələrlə hücuma keçiblər. Baxmayaraq kənddə 100-ə yaxın əli, o vaxtda belə deyək, beşaçılanlı silahlı kişilər olubdu. Ancaq onlar bura qarşıdakı yüksəkliklərdə həm top, həm də maksimum kilometr gətirərək güclü ateşə tutsalar da kəndi müdafiə edə bilib cəmaət və dinc əhalini Həkəri çayı üzərindəki tanış biliş qohumları üzrə köçürüb burada döyüşləri davam edib. Lakin elə bir vəziyyət yaranıb ki, erməni qüvvələri Həkəri boyunca onların qarşısı alına bilmədiyi üçün orada bu xəbər eşidəndən sonra məcburən kəndi tərk edərək çəkilib Harovlu kəndinə qədər, Cəbrayılın Harovlu kəndinə qədər gedə bilirlər. Və orada da sadəcə olaraq daldalanmayıblar, orada da Çərəkəndəki erməni postlarında yerli cəmaatı quruşlaraq növbə ilə orada xidmətlər müdafiədə iştirak edirlər. Buranın tarixi barədə çox geniş danışmaq olar. Bu ərazinin ümumiyyətlə dardan yuxarı Qubatın, dardan yuxarı ərazisinin ən böyük kəndi olubdur. Orta məktəbində ətrafdan 15-ə yaxın kəndlərdən, hətta bəzi vaxtlarda sayısı 18-ə yaxın kənddən yuxarı sinifləri orta məktəbi burada tamamlayıblar, bitiriblər. Kifayət qədər buradan görkəmli şəxslər çıxıblar, Azərbaycanda tanınmış. Buradakı orta məktəbi bitiribdir, Əhliman Axundov, İshaq Məmmədov və onlar da digər başqalarını saymaq olar. Nədən danışım? Kəndi qısa müddətdə belə təqdim eləmək o qədər də asan deyil, onun tarixi haqqında danışmaq. Amma indi gördüyünüz bu mövcud durumla bağlı bir baxın. Vaxtı ilə yaşıllıqlara qərq olmuş bu kənd, evləri yaşıllıqlar içərisində, hətta dağlardan belə baxan, ətraf yüksəklərdən baxanda çox çətinliklə görsənirdi. Mənfur ermənilərdən baxmayaraq ki, 88-ci il ilk aylarından başlanan bu münaqişədə buranı müdafiə edib 93-cü ilin 31 avqustuna qədər müdafiə etmək mümkün olmuşdu. Sonra bildiyiniz kimi artıq rayon mühasirə vəziyyətinə düşərək buradakı hərbi birləşmələrə komandanlıq tərəfindən gələn əmrdən sonra buranı məcbur olub buranın müdafiəçiləri tərk edib getmişlər. Hal-hazırda böyük hissəsi Sumqayıtda yaşayır və Azərbaycan Abşeronda yaşayırlar əhalinin çoxusu və bura qayıtmağın həsrətindədir. Bura bir gözəl bir məkan olub. Gördüyünüz əksər ərazilər indi ot, əncər, kol-köz basmış kimi görsənən yerlər vaxtı ilə bağlı olubdur. Buranın ümumən ötən əsrin əvvəllərində buranın 160 hektara yaxın təkcə meyvə bağları olubdur. Yazı üzündə 500 hektardan artıq demiyə taxıl sahəsi olub bu kəndin. Ötən əsrin əvvəlində 118 ailə burada yaşayıb. Ancaq çox təəssüf ki, 93-cü ilin avqust 31-də bura tərk edəndə artıq burada 55 ailə cəmi qeydiyyatdaydı və onların da böyük əksəriyyəti yaşlı insanlar idilər. Yəni o Sovetlərin o dövrdəki deməli bu kolxoz siyasəti
Nəinki burada belə iqtisadiyyatı, təsərrüfatı inkişaf etdirmişdi. Burada mövcud bağların əksəriyyətini ləğv edərək onun yerində tütün əkmişlər, barama becərməsi üçün çəkil, tut ağacları əkilmişdir. Və bu yolla da burada əhalinin artımı və dolanışı nəinki olduğu sayda qala bilməyiblər, ailələrin sayı. Hətta sürətlə azalaraq Abşeron və Bakı, Sumqayıt, əsasən Sumqayıtda cəmləşiblər. İndi hal-hazırda da 500-dən artıq əslən bu kənddən olan ailələr Bakı, Abşeron, Sumqayıt ərazisində və Azərbaycanın digər rayonlarında yerləşiblər. Vüqar, bizim evin qalıqlarıdır. Qarşısında Aynəbənd, haradasa 10 metrlik, sonra böyük artırma balkonu, sonra su hovuzu və ümumiyyətlə kənd idi də, baxın, hər iki mərtəbədə Aynəbəndləri var idi belə. Belə həyətimiz də ki... Böyük ev var, həyətimiz. Yox, kifayət qədər şəkili var bunun, istəsən atarım. Yol o vaxtı əks tərəfdən keçirdi. Onun görüntüsü var orada, çox yaraşıqlı bir ev idi. Yalnız ki, bunun 62-ci ildə bir növrəsini qoymuşdu. Allah rəhmət eləsin. Cəmilənlərə rəhmət. Nə əziyyətlə baxıram o daşları da hardan, bax, yerli daşlardan tikilib də, bir baxsan onları. Onların nə əziyyətlə tikməsi, mən uşaq olsam da gözümün qabağında, yadımdadır. Burada bir doğulub. Doğulmaq yox, baba evində doğmuşam, amma 62-ci ildən sonra biz burada yaşamışıq. Allah canınızı sağ eləsin, inşallah. Sağ ol, çox sağ ol. Buralarda bərpa olunları qayıdıb gələrsiniz. Ya qismət, inşallah. Hər halda ümidlə yaşayırıq. Tarixi kətdir də bura, bərpa olunmalıdır məncə. Allahın köməyi, inşallah, ümid edirik hər halda bərpa olunmalıdır. Belə bir kəndi doğrudan da unutmaq olmaz. Ermənilər, görün, bu ermənilər də bu müharibə tarixidir Əliqulu uşağının. Bu 1 il, 5 il deyil, bu ermənilərin istədikləri idi. Belə bir kəndi, buranın 25-dən artıq belə şirin sulu bulaqları var. Mən deyirəm ki, heç bir kəndin 160 hektarlıq bağları olmayıbdır. Kiçik bir sustar sahənin özündə 5 ağac mümkündürsə, cəmaatımız orada meyvə ağacları əkiblər. Buna gücləri çatmırmış, yığıb bazarlara. Burada ayrı-ayrı bağların deməli meyvələri adı ilə, bağ adı ilə soruşulmuşlar. Hansı bağın meyvəsində? Bu Zəngəzurun kəndlərində, həm Azərbaycan, həm Erməni kəndlərində. Yaxında Xıncırək və digər erməni kəndlərdə bura məhsul yığımına gəlib xahiş edilmişlər ki, kömək eləsinlər ki, burada meyvə aparsınlar, belə. Və uzun müddət, buradan da yenə belə bir kəndi indi bu günləri qarşımızdakı kahalarda yaşayan ermənilər hal-hazırda Böyük Xıncırək qəsəbəsi salıblar. Hələ ikinci Xıncırəkdə bizim Şotlandı yeri deyilən ərazi Cicimli ilə bizim aramızda gəlib tikiblər. Burada onlardan 100 illərdən müharibə vəziyyətində dayanan Əliqulu uşağının büyünün üstündən ötmək ki, bura təhlükəli ərazidir. Biz burada buranı bərpa etmək, bəhanə etmək. O erməni də qorxub qaçmalıyıq ki. Belə bir yerdən getmək olar. Bəli, tarixi yer. Getmək olar. Həqiqətən də çox maraqlı, mənzərəli tarixi. Ətrafımız qədim türk belə yaşayış yerlərinin hər addımında burada yaşayış olub. Müxtəlif vaxtlarda dəyişiblər. Burada 20-yə yaxın tarixi abidə qeydə alınıb burada. Onun 9-u hələ Sovetlər dövründə dövlət tərəfindən qorunurdu. Belə bir kəndə nətər çıxdaş eləmək olar, buna necə baxmaq olar. Bu kəndə 55 ailə buradan gedib, indi hal-hazırda 66 ailə qeydiyyatdadır. Amma biz bu ilk vaxtlar hazırlıq görəndə burada artıq 60-cı, 70-ci illərdə çıxıb gedənlərin deməli nəslindən olanlardan 150-yə yaxın ailə müraciət etdi ki, bizə də şərait yaratsa qayıdarıq. İndi belə bir görüntü yaradılır ki, güya Qubatlar bura qayıtmaq istəmir. Bu çox belə inanılmaz bir şeydir və doğru olmayan bir panikadır. Hər biri qayıtmaq istəyir bura, hər biri. Burayla insanlar nəfəs alır, bura qayıtmaq ümidi ilə yaşayırlar. Sağ olun. Sağ olun, İlham. Mən sizə can sağlığı arzu edirəm. İnşallah buralarda bərpa olunsun, qayıdaq gələk öz yerimiz olmamıza. İnşallah.